Salam xanımlar, yeni vloguma xoş gəldiniz. Hər birinizi salamlayıram. Bazarlıq etmişdik, istədim yerləşdirmədən çəkim. Burada süddür, bir də qatıq. Bunları pendir etmək fikrim var. Evdə hazırlanan pendir, qarpızdır. Orada özümə bir-iki tişört falan almışdım. Sonra qarğıdalı idi, şaftalı. Burada 2 cür şaftalı var. Alçadır. Alça bu bahalı alça idi. Yoxsa bu ucuzuydu. Dəqiq bilmirəm, amma biri baha idi, biri ucuz. Bahalısı daha şirin idi, ucuzu isə çox turşuydu. Qızım da gəlib ozmusunu göstərir. Sonra gilas almışdıq. Bunlar ayrı-ayrı satıcılardan aldığımız üçün ayrı-ayrı salafanlardadır, ayrı bağlamalarda. Bu əriklər çox dadlı idi. Bunu mən istəyib almışdım və çox şirin idi. Burada yenə gilasdır. Sonra yoldaşımın bəyəndiyi ərikdir. Bu əriklər quru idi. Bunları bir neçə gün gözlədib sonra yedik. Amma balacalar çox qəşəng idi. Burada yenə alçadır. Bu alçalar səhv etmirəmsə çox dadlı idi. Qiyməti də 8 idi, yoxsa 10 manat idi. Kökdür, banandır, sonra çörəkdir. Yenə qarpızdır. Bir də qab mağazasından belə bir qab almışdım. Bunu çıxarkən gördüm. Bunun kiçiyi də var idi. Kiçiyi 2 yoxsa 3 manat idi. Bu isə 5 manat. Bunu götürdüm, amma sonra getdikdə isə balacasından da alaram. Və belə bir tava idi. Tavanı isə 54 idi, yoxsa 55 manat idi qiyməti. Anamı çağırdım, gəldi pendirə kömək elədi. Çünki mən özüm tək eləməmişəm. Börtçən də almışdıq, onu çəkməyi unutmuşam. Börtçənin üzərinə də şəkər səpmişəm, tökmüşəm, saxlamışam. Biraz sokum buraxsın, qoyaram bişməyə. Burada da 3 bacı deyil də 2 bacı hazırlamışam. Dolma qoymuşam, içliyindən də biraz qalmışdı artıq. Bizdə pomidor yeyilmir deyənə, ona görə pomidor mən qoymuram. Heç bibər də yeyilmir, bibərin də içliyi yeyilir əslində. Bibəri bir tək mən xoşlayıram. Ona görə elə bir tək badımcan və bibərdən hazırlayıram. Vedrələri götürdüm. Bu da pişim. Bu da balacalar. Gedirik alça dərməyə. Turşu hazırlamaq istəyirəm. Yəni qış hazırlığına polni start. İşimi tez bitirsəm, azca bağa da su verərəm. Hava da ki, dəhşət istidir. Tam yetişiblər. Belə. Necə hər halda ağacı sirkələyib yığarıq. Çünki əl çatmazdı artıq. Burada hansı budağı əyə bildiysə əydi, hansını dərə bildiysə dərdi. Oğlum köməkli elədi. Dərdi, qızım isə çəkiliş aparan idi. Deməli, bunları dərdi, qalanını isə sirkələdi. Bu ağacdan harca 2 vedrə falan çıxdı. Bu da pişiyimizdir. Biz harda olsaq, pişiyin bir xüsusiyyəti var. Gedir sahibinin ardıyca. Biz ağacdan alça dərərkən, bu da gəlib çıxıb ağaca. Bilmirəm özünü Maquli mi hesab edir, yoxsa panda mı? Gah qaçır ağacda, gah yarpaqları yeyir. Əslində yemir, amma oynayır da, budaqlarla oynayır orada. Beləcə bu ağacı bitirdik və keçdik. Belə başqa bir ağac var idi həyətdə. Keçdik ondan dərməyə. Burada az idi, çünki bu alça çox şirindir deyə artıq uşaqlar onu yeyib bitirib. Azca qalmışdı. Və yollanıram bağın başına. Orada da bir neçə ağac var. Rəngarəng gətirib alçalar. Keçən il çox gətirmişdi əslində. Bu il isə az gətirib. Burada bağıma fikir verməyin. Bütöv bağımı alaq basıb. Heç cür çatdıra bilmirəm. Bir yandan təmizləyirəm. Bir yandan geri dönəndə artıq görürəm ki, həmən yerlərdə ot bitib. Hər gün su varıldığına görə, yəni bitdi zənn edərkən artıq başladığım yerdən yenidən ot bitməyə başlayır. Bu ilki bibərlərim də güya şirin bibər əkmişəm. Bibərlərim tamamilə hamısı acı bibər çıxıb. Demək olar ki, şirin bibərsizəm. Bağım bütöv acı bibərdir.
Burada da artıq bitirmişəm. Bir gözəlliklərinə baxın, rəngarəng. Və hava gün yox idi, amma çox isti bir hava var idi. Göy üzü çox gözəl idi. İstədim biraz göy üzünü də çəkim, belə buludlu falan. Burada da biraz göy üzünü çəkmişəm. Bu bağımın tək günə baxanıdır. Çünki bu il günə baxan əkməmişəm. Keçən il əkmişdim. Həm ağ, həm qara günə baxan əkmişdim. Ola bilsin ki, bağdan çıxararkən tum düşüb və oradaca bu il bitib. Bu il yerim olmadığına görə bu il əkmədim. Amma keçən il əkmişdim bağımda. Qarpız da əkmişdim. Qarpızın boş yerlərində qara günə baxan əkmişdim. Amma boş bir yerdə isə ağ günə baxan tumu əkmişdim. Deməli, alçaları dərdim, bitirdim. Hardasa 3 vedrə yaxın çıxdı. Bir vedrəsini götürdüm özümə, qalanını isə verdim anama. Çünki mən hər il bir vedrə hazırlayıram. Artıq da qalır mənim üçün. Yəni, çox olur, az olmur. O mənə elə bəs edir. Əslində fikrim var idi ki, sabah hazırlayım. Çünki onun qaynama prosesi çox çəkir. Qatılaşana kimi də, yəni su halından qatılaşıb turşu halına gələnə kimi başı üstə durub gözləmək lazımdır, qarışdırmaq lazımdır ki, dibi tutmasın. Düşündüm ki, sabah edərəm, girdim xiyarlarımı yığmağa. Amma sonradan fikrimi dəyişdim. Onu da irəlici video irəlilədikcə görəcəksiniz. Çıxdım bağdan, bağ işini qutardım. Çıxdım bir stəkan dedim, çay içim, bir yorğunluğumu alım, dincəlim. Burada da balaca belə cücələrim gəzir. Artıq bunları setka altına tökmürəm. Düşünürəm ki, gəzsinlər. Çünki anaları inandı, yəni itmirlər. Analar olmadan gəzsələr, onlara da çətin olar, mənə də. Amma anaları ilə olduqlarına görə, yəni analarından ayrı gəzmədiklərinə görə elə bir yerdə gəzirlər, elə birlikdə də gedib. Bir də görürəm ki, oturublar hində. Bunları biraz seyr etdikdən sonra keçirəm alçaları yumağa. Alçalar təmiz yuyulmalıdır, saplağıdır, yarpağı olur üzərində. Onları hamısını təmizləyirəm, yuyuram, tökürəm bir qazana. Qazana su az əlavə olunsa, nə qədər o qədər yaxşıdır. Çünki öz suyu da çıxır. O sular hamısı buxarlanmalıdır. Ona görə azca, hardasa bir stəkan, yarım stəkan, yəni belə tökürəm, qoyuram vamodda. O da gür olsa, hələ öz suyu çıxmamış, su buxarlanıb yanar. Ona görə vamodda qoyulmalıdır ki, öz suyu bir dəfə çıxsın, sonra gür odda qoymaq olar. Artıq burada da gecə düşür, azan vaxtıdır. Gördüyünüz kimi alçaların suyu artıq çıxıb. Biraz da gözlədirəm. Sonra söndürüb, biraz soymasını gözləyirəm. O sırada artıq namazdır, ev işləridir. Onları yoluna qoyuram, düşürəm alçaları süzgəcdən keçirməyə. Bunları bir-bir süzgəcdən keçirirəm. Bir-bir dedikdə, yəni əlavə edərək keçirirəm bir neçə dəfəyə. Bizə yalnız suyu lazımdır. Qalan qabığıdır, tumudur. Bunları etdikcə atırıq. Burada istidir deyə əl salmaq olmur. Hələlik belə bir qaşıqdır, nədir? Ondan bir sözlə edirəm gördüyünüz kimi. Sonradan biraz soyduqdan sonra əllə edib bütün həmən o tumlarıdır falan onları çıxarıb yığıram bir kənara. Onlar bizə lazım deyil. Əslində çox zəhmətlidir, yəni heç də asan başa gəlmir. Bunları yığmaq, yumaq, sonra belə süzgəcdən keçirmək, sonra qoyuruq qaynamağa. Bura kimi düzdür, daha çətindir. Amma qaynamağa da qoyduqdan sonra, yəni nəzarət olunmasa, dibi tuta bilər, yana bilər. Bu zamanda yanıq iyi verər, yəni o qədər çəkilən zəhmət hədər getmiş olar. Ona görə də yəni nəzarət altında saxlayaraq, daima qarışdıraraq nəzarət etmək lazımdır ki, həm dibi tutmasın, yanmasın. Bunu yəni gecə qoyuram. Bir də üzərinin kəfi də tutulmalıdır mütləq. Bunu gecə ilə qoyuram. Nə qədər düşündüm ki, nə qədər qaynayarsa qaynasın, davamını isə sabah qoyaram. Artıq turşum, baxın. Belə artıq hazırdır. 1-2 dəqiqə də qaynasın, söndürüb.
bankalara yığaram. Bunun üzərinə 3-4 yemək qaşığı duz əlavə etmişəm. Yəni zövqə görə duzunu əlavə edə bilərsiniz. Kim nə qədər bişirirsə ona baxaraq duzunu əlavə edir. Belə. Qatıldı belə. Bu aş düzəni də bunun üzərinə qoyuram ki, çünki bu qaynaya səpir bu turşunu. Yəni bunu qoymadıqda ətraf hamısı indi turşu olacaqdır. Ona görə bunun üzərinə qoyduqda həm hava alır, həm də turşunu səpmir. Turşum artıq hazırdır. Turşunu söndürdüm. Börtücəni yenidən almışdıq. Həmən o börtücəni də qoydum bişməyə. Onunla bərabər də ət çəkməli idi maşından, ət çəkən maşından. Onu da başladım etməyə. Həm börtücənə nəzarət edirdim, həm də ki əti çəkirdim ət çəkən maşından. Mən əti çəkərkən elə soğanını da vururam. Düzdür, çox vurmuram. Burada 5 kilo ətdir. Bu 5 kilo ətə 3-4 soğan vururam. Elə duzun, istiotun falan da qatıram və qoyuram. Poşetlərə yığıram, qoyuram buzluğa. Mənə belə daha asan olur. Elə xanımlar var ki, deyir, mən qətiyyən soğan vurmuram və ya soğan qaraldır. Elə anam da belə edir, yəni soğan ona vurmur. Əti çıxardıqdan sonra soğanı vurur. Amma mənə mənə belə rahatdır deyə mən bu cür edirəm. Börtücəni də bildiyiniz kimi çox asan, ən tez bişən mürəbbələrdən biridir. Gür odda bişməlidir. Vam odda bişərsə, həmən o börtücənlər büzüşüb, boş tumdan ibarət olur. Gür odda hardasa bir 20-25 dəqiqə, uzağı yarım saata hazır olan bir mürəbbədir. Ona görə onu belə nəzarət edə-edə, yəni baxaraq ona öz işimi davam etdirirəm. Vlogumu da elə düşündüm ki, burada da sonlandırım. Çünki vlogum bitdi. Elə mənim işlərim də bitdi. Burada sonlandırıram. Bura kimi izlədinizsə bir bəyəni və abunə olmağı unutmayın. Növbəti vloqlarda görüşənədək hələlik.